Bakı Enerji Həftəsində bu il 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək. Bunu Caspian Event Organizers şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə Bakı Enerji Həftəsi və Translogistika Caspian sərgisinə həsr olunmuş mətbuat konfransında dedi. Onun sözlərinə görə bu ilki proqram çərçivəsində enerji təhlükəsizliyi, yaşıl enerji, neft-qaz layihələri, bərpa olunan enerji mənbələri, regional əməkdaşlıq və investisiya imkanları əsas müzakirə mövzuları olacaq. Bakı Expo mərkəzində gündəlik müxtəlif panel müzakirələri, inkişaf edici sessiyalar, təqdimatlar, imzalama mərasimləri və bir çox belə tədbirlər nəzərdə tutulub. Eyni zamanda qeyd olunduğu kimi bu 1-3 iyun tarixlərində eyni zamanda Translogistika sərgimiz də açılacaq. Hansı ki o da region üçün xüsusən də mövzunu nəzərə alaraq çox gündəmdə olan ən vacib məsələlərin müzakirəsi aparılan və həqiqətən də bir çox effektiv bir platforma olaraq özünü sübut etmiş bir sərgidir. Energetika Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri Amil Həsənov bildirdi ki, Bakı Enerji Həftəsi çərçivəsində D8 ölkələrinin nazirlərinin enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, regional enerji əməkdaşlığı və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi planlaşdırılır. Bununla yanaşı Energetika Nazirliyi yanında bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi və İRENA-nın, Beynəlxalq Yenilənən Enerji Agentliyinin təşkilatçılığı ilə Mərkəzi Asiyada bərpa olunan enerjiyə keçidin təşviqi məqsədi ilə nazirlər səviyyəsində dialoq tədbirinin də həyata keçirilməsi planlaşdırılıb. Eyni zamanda mən diqqəti başqa bir tədbirə də vurğulamaq istəyərdim. Bu il Bakı Enerji Həftəsi çərçivəsində yan tədbir olaraq ESCO, enerji şirkətlərinin nümayəndələrinin iştirakı ilə ESCO tədbirinin keçirilməsi planlaşdırılır ki, bu tədbirdə ESCO şirkətlərinin beynəlxalq təcrübəsi, performans əsaslı maliyyələşdirmə mexanizmləri və Azərbaycanda enerji səmərəliliyi sahəsində mövcud potensial müzakirə ediləcəkdir. Tədbirin əsas məqsədi enerji səmərəliliyinin artırılması istiqamətində ESCO modelinin Azərbaycanda institusional və investisiya mexanizmi kimi təşviqini dəstəkləməkdən ibarətdir. SOCAR-ın mətbuat katibi Emin Sevdimaliyev vurğuladı ki, Azərbaycan Dövlət Neft Şirkəti Bakı Enerji Həftəsi çərçivəsində etibarlı tərəfdaş, güvənli enerji konsepsiyasını təqdim edəcək. Qeyd etmək istərdim ki, hər il olduğu kimi bu ildə SOCAR Bakı Enerji Həftəsində baş tərəfdaş kimi iştirak edir. Və Bakı Enerji Forumu çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf liderlərin çıxışları, enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi müzakirəsində əsas məruzəçi kimi çıxış edəcək. Eyni zamanda forumda şirkətin digər rəhbər şəxsləri də müxtəlif mövzuları ilə bağlı nitq söyləyəcəklər. Fürsətdən istifadə edərək 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində təqdim olunacaq SOCAR stendi haqqında çox qısa olaraq məlumat çatdırmaq istərdim. Stendin dizayn konsepsiyası şirkətin strateji mövqeyini əks etdirən etibarlı tərəfdaş, güvənli enerji təchizatı ideyası əsasında hazırlanmışdı və burada SOCAR-ın tarixi, hazırki fəaliyyəti və inkişaf strategiyası haqqında geniş məlumat almaq mümkündür. Qeyd edək ki, 2026-cı ilin 1-3 iyun tarixlərində Bakı Enerji Həftəsi keçiriləcək. Tədbir çərçivəsində enerji sektoru üzrə beynəlxalq şirkətlərin, dövlət qurumlarının, investorların və sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir günlərində Koroğlu metro stansiyasından Bakı Expo mərkəzinə, eləcə də Bakı Expo mərkəzindən Park Bulvar Mall istiqamətinə xüsusi avtobuslarla ödənişsiz nəqliyyat xidməti təşkil olunacaq.